Yaşayış ünvanım Xırdalan şəhərdir. Mən iş yerim isə duracaq yerim Xalqlar Dostluq metro stansiyasının yaxınlığıdır. Və mən hər gün səhər saat 6-da ilk dərsə başlayıram. Gecə saatlarına qədər, elə olur saat 1-ə qədər mən dərs keçirəm. Bəli, sağa gedəcəyik Raul. Yəni mənə də xoş olar ki, mən elə yaşadığım ərazidə Xırdalandan başlayayım dərsə. Xırdalandan Xalqlara gəlməyim. Kimi çatdıra bilirəm, ancaq mən gəlirəm. Bura mənim iş yerimdir. Mən sizə bu ərazidə öyrədə biləcəklərimi başqa ərazidə öyrədə bilmərəm. Əvvəla mənim hər təlimçinin öz marşrut xətti olur və qaydaya əsasən biz marşrut xəttimizlə hərəkət etməliyik. Ta ki tələbə hazır olana qədər. İndi bu arada Raul bəyin sürücülük vəsiqəsi var. Gördüyünüz kimi sürməsində də bir qüsur yoxdur. Ona görə biz istənilən yolda təlimimizi davam etdiririk. Bu sanki bir növ təlim olmur. Raul avtomobili sürür, mən də əyləşmişəm sərnişin qismində. Yəni demək istədiyim nədir? Mən də rahatçılıq istəyərəm. Ancaq mən hər gün səhər saat 6-ya işləmiş Xırdalandan çıxıram ki, 6-da gəlib artıq Xalqlara çatıb dərsimə başlaya bilim. Mənim üçün də narahatçılıq olur hansısa bir mənada. Bu cür düşünün də, bu cür yanaşın. Orta məktəbdə təhsil almışıq, çoxunuz ali təhsil almışsınız. O orta məktəbdə, misal üçün ali təhsil ocaqlarında gəlib sizə evinizdə mi dərs keçirdilər? Və yaxud da o tutalım ali təhsil ocaqlarını, misal üçün institutu və yaxud da orta məktəbi gəlib sizin evinizin yanında mı tikmişdilər? Siz əziyyət çəkib getmirdinizmi dərsə, nəsə öyrənmək üçün gedirdiniz? Bu da onun kimi. Bunu özünüz üçün kompleks eləməyin. Təlimçiləri buna sövq eləməyin ki, gəlin məni ünvanımdan götürün. Əlbəttə ki, təlimçi gələcək, tutalım dərsin 1 saatını misal olaraq 20 saata keçir, 20 manata keçirsə, sizin ünvanınızdan götürəndə biraz artıq, misal üçün xərciniz çıxacaq, o sizdən biraz artıq tələb eləyəcək. Ancaq siz orada yenə də deyirəm, bir şey öyrənə bilməyəcəksiniz. Digər tərəfdən də bir balaca düzgün yanaşın. Mən özümdən götürürəm. Mən nə qədər boş olmalıyam, nə qədər mənim asudə vaxtım olmalıdır, nə qədər mənim tələbə bazam az olmalıdır ki, mənim bir o qədər vaxtım olsun ki, mən yarım saat sizin ardınızca gəlmək üçün vaxt sərf eləyim, 1 saat sizə dərs keçim, saat yarım elədi, düzdürmü? Təzədən sizi ünvanınızda qoyub, yarım saat da mən bir başqa tələbənin ardınca getməyə vaxt sərf eləyim. Demək ki, mən sonuçda 2 saat vaxt itirirəm, ancaq 1 saatın ödənişini sizdən götürürəm də. Misal üçün 1 saat 20 manatdırsa dərsin, 22 manat, 25 manat sizdən tutalım ki, mən vəsait əldə edirəm. Yaxşı, Allah hər kəsin işini avand eləsin. Ancaq sizcə ola bilərmi ki, mən təkəbbürlük eləyib demirəm, məni düzgün anlamanızı istəyirəm. Ola bilərmi ki, bir təlimçi doğrudan da peşəkar təlimçi olsun, doğrudan da yaxşı təlimçi olsun, ancaq onun tələbəsi olmasın. Bu qədər boşluğu olsun. Buna da bir nəzər salın bu dediyimə. Digər tərəfdən də bir məlumatı sizə verirəm. Bir çoxunuz düşünürsünüz ki, mən öz avtomobilimdə öyrənim. Təlim avtomobilində öyrənsəm, sonra öz avtomobilimi idarə eləyə bilmərəm. Bu şəkildə də yanlış yanaşmanız var bəzilərinizin. Baxın, 200 də gəl, 2, 4 eləyir. Əgər fərqi yoxdur, siz rus dilində 2-2-nin üstünə gəlirsiniz, yoxsa alman dilində, yoxsa ingilis dilində, yoxsa Azərbaycan dilində. Raul, qarşıdan, yəni o keçidin sağa dönəcəyik Yabinado prospektinə. Nəticə eynidir. Baxın yoldaşınıza, atanıza, qardaşınıza, avtomobil idarə edən hər hansısa bir peşəkar sürücüyə. Onun üçün fərqi var, hansı avtomobil idarə edə bilir. O, qarşıda olan avtomobili də, soldakını da, bunu da, bütün avtomobilləri idarə edə biləcək. Niyə? Çünki o doğrudan da bu işi bacarır. Amma siz əgər
mən bu maşına öyrəşmişəm, onu sürə bilmirəm deyirsinizsə, söhbət sürətlər qutusunun fərqindən getmir. Yəni avtomat ötürücülü sürətlər qutusunda öyrənmisiniz, elə avtomatı da sürürsüz. Ancaq dediyim kimi, yəni siz Raul, burada səhv elədin. Burada səhv elədin. O qırıq-qırıq xətt bəli qısaydı olmasına, ancaq sən məhz o qırıq-qırıq xəttdən sağ zolağa keçməli, daha sonra sağ zolaqdan sağa dönməliydin. Yenə də qarşıdan o bayaqki yerdən sağa Əhməd Rəcəbliyə dönüb eyni yolu qayıdacaq. Deməli, öz avtomobilinizdə dediyim kimi düşünürsünüz, bu yanlışdır. Əgər siz düzgün, sərbəst şəkildə, yəni avtomobil idarə eləməyi öyrənsəz, siz istənilən avtomobili idarə eləyə biləcəksiniz. Bu, ola bilər ki, əlbəttə ki, avtomobillərin sükan yumuşaqlığı, qaz, tormuz həssaslığı eyni olmur. Bunlar fərqli olar ki, bunlar da xırda məsələlərdir. 5-3 dəqiqə ərzində siz ona adaptasiya olursunuz. Yəni, ondan ötürü öz avtomobilinizdə təlim keçməyi düşünməniz yanlışdır. Və təlimçi sizin potensialınızdan xəbərsiz olduğu halda bilmir. Siz deyirsiniz ki, mən sürə bilirəm, ancaq o bilmir də ki, sizin potensialınız hansı dərəcədədir və buna razılaşır. Gəlir sizə, sizin avtomobilinizdə dərs keçir. Və belə də bir yanaşma var. İndi mənim bu videom, paylaşımım digər təlimçilərdə ikrah hissi yaradacaq bilirəm. Onlar bunu yaxşı, müsbət qarşılamayacaq bilirəm. Ancaq mən reallığı deyirəm. Misal üçün, təlim avtomobilində dərsin 1 saatı 20 manatdır, ancaq öz avtomobilinizdə 25 manatdır. Qardaş, niyə? Niyə? Yağ məndən çıxır, yəni mənim avtomobilimdən. Yanacaq sərfiyyatı məndən çıxır, yəni bütün bu xərclər məndən çıxır. Baş verə biləcək, misal üçün, yol nəqliyyat hadisəsində mənim avtomobilimin zərər görmə ehtimalı var. Eləcə də qayda pozuntusuna dair cərimə və cərimə balları mənə gələcək. Niyə mən sənə 20 manat deyil, artıq ödəniş eləməliyəm? Bu, sizcə də absurd deyilmi? Məncə bu daha aşağı olmalıdır, nəinki yuxarı. Bu sualı verəndə də sizə bir cavab verilir. Orada sizin avtomobilinizdə risk var. Mən öz həyatımı təhlükəyə atıram. Atma da, qardaş, niyə atırsan? Niyə atırsan ki, özünü də məni də təhlükəyə? Sənin əlavə elədiyin o 5 manatla hansı təhlükənin qarşısı alınır? Hansı, misal üçün, baş verə biləcək o hadisənin qarşısını ala bilərik? Hansı xərci ödəyir ki, o 5 manat? Heç bir xərci. Və düşünün, o təlimçinin dayağının altında əlavə olaraq əyləc pedalı yox. O sizə necə kömək eləyə bilər? Maksimum əl əyləcindən istifadə eləyərək. Ancaq əksər avtomobillərdə də əl əyləci bu qismdə yer almır ki, ayaqda olduğu olur və yaxud da bir düymə vasitəsilə misal üçün aktivləşən, deaktivləşən əl əyləci olur. Yəni, bu da absurd bir yanaşmadır, yanlış yanaşmadır. Bunu da bilmənizi istədim. Allah hər birinizi qorusun. Mən sizlərlə tam şəkildə səmimi danışdım, dürüst danışdım və daima da bu prinsiplərimi qorumağa çalışıram. Ümid edirəm ki, sizlər də mənim səsləndirdiyim bu fikirləri tam səmimi qəbul eləyib, bunlardan nəticə çıxardacaqsınız. Sağ olun, salamat qalın.